Deməli, bu həkim Əmraslan Əmraslanov International 2-də işləyir. Mənim başımı oyun açır və bunu açıqlamaq istəyirəm ki, məni 2 dəfə əməliyyat eləyibdir. 2 əməliyyatı da çox bərbad vəziyyətdədir, hal-hazırda da elədir. Birinci əməliyyatından 9000 aldı, çek vermədi, tələb elədim. Kassada ödəniş eləmişəm və çekimi vermədilər. Əməliyyatım çox pis haldadır, böyük şıramlar, çapıqlar və dəri sallantılar əmələ gəlibdir. Əməliyyatların heç birisi şeydə qalmayıbdır, yerində deyil, çox pis haldadır. Və ikinci əməliyyatından saldı. Mənə dedi ki, heç yanında paylaşım eləmə, mən sənin əməliyyatını düzəldəcəm. İkinci dəfə əməliyyat elədi məni, 5000-də ikinci əməliyyatından aldı. O əməliyyatda da bədənim çiklənmə oldu, çox pis hala saldı. Yəni elə bir vəziyyətdədir ki, biabırçı haldadır, göstəriləsi yerlər deyil, bütün bədən şəkilləndirmə eləmişəm, bütün bədən şəkilləndirmə və nəticəsi dəhşət dərəcədə pis gündədir. Və mən bundan pulumu tələb elədim, 14000 manat pul ödəmişəm 2 əməliyyatım bir yerdə və çek verməyiblər, bunlar vergidən yayınırlar. Pulumu tələb elədiyim halda bu insan götürdü mənim əməliyyatdan öncə çəkilən geyimsiz şəklimi, həkimdir, bütün həkimlər əməliyyatdan öncə do iposi şəklini çəkir və bu şəkli götürdü, paylaşdı sosial şəbəkədə. Paylaşdı, üzü açıq şəkildə geyimsiz. Hansı xanımı geyimsiz paylaşmaq olar? Yəni, kim icazə verib ki, bu həkimə belə öz başına hərəkətlər eləsin, şantaj eləsin? Açıqlama olaraq da dedi ki, o məndən pul tələb elədi, mənim haqqımda danışdı deyə mən onu paylaşım eləmişəm. Mənim haqqımda heç yanında danışması, mən onu paylaşmayayım. Belə şantajla məşğuldur bu insan.